Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Bugünkü videomuzda elə başlıqda gördüyünüz kimi ördək balalarımız çıxıb. Onlar haqqında danışacağıq. Burada hündüşkamızı sesar yumurtasından bastırmışıq. Onun haqqında danışacağım sizlərə. Orada toyuğumuz, buraxma cücələrimizi çıxardır. Onları göstərəcəyəm. Digər ördəyimiz dinlədib. Onun haqqında ümumi bir video olacaq qısacası. Amma videomuza başlamadan öncə çox xahiş edirəm sizdən. Əgər kanalımıza abunə deyilsinizsə və kənd həyatı, heyvandarlıqla bağlı videolar sevirsinizsə, vloglar sevirsinizsə, kanalıma zəhmət olmasa çox xahiş edirəm, abunə olun. Mümkünsə dostunuzla, tanışınızla paylaşıb, videolarımızda like və yorum yazsaz çox sevinirəm. Öncədən də hər birinizə təşəkkür edirəm. Demək dostlar, bu toyuğumuzun altında bilirsiniz ki, ağ ördəyimiz var da, dişi ördəyimiz. Onun 12 ədəd yumurtası var idi. Ördək xəstələndi və kəsildi yumurtadan. Onun yumurtalarını gətirdim, yəni qıt yatmadığı üçün gətirdim toyuğun altına qoydum. 12 yumurtadan ikisinin içində yox idi, cücə əmələ gəlməmişdi. Onlar da yəqin ki, ya köhnəlmişdi yumurtalar, artıq əvvəlki yumurtalar. Çünki xəstələndi, yumurtadan kəsildi, bir müddətdə qaldı. Kəsilmişdi yumurtadan, o xarab olmuşdu yəqin ilk yumurtalar idi. Sonradan da biri içində bala öldü. 9 dənə belə gözəl, şirin ördək balalarımız çıxdı. İndi içində macar erkəyə cütləşdiyi üçün baxın belə macar rəngində, yəni deyim də elə balalar da çıxdı. Qaralı, ağlı bala da çıxıb. Bu da qaralı ağlıdır və 5 dənə də belə ağ balamız çıxıb. Axşam bunun birini gəldim, gördüm yumurtadan çıxıb biraz kənara düşüb. Ördək demək olar ki, tamamilə ölmüşdü də. Apardım, biraz isitdim, elədim, səssiz adı çıxdı. Sonra getdim, qoydum anasının altına. Səhv etmirəmsə bu ördək idi elə. Maşallah olsun, yəni özünə gəlib, heç bir problem olmuyor. Amma tam ölü kimi idi də. Yəni çox az ayağı tərpəndi deyə mən oradan hiss elədim ki, o ördək sağdı, isitdim, özünə gətirdim, sağlandı, böyük qaldı, yəni ölmədi ən azından. 9 dənə bu ördək balalarımız maşallah olsun burada çıxdı. Ördək balasının saxlanma qaydası ilə bağlı bir şey danışmaq istəmirəm. Çünki zaten video çəkib göstərmişəm. Əgər yenə də bilməyənlər varsa, lal ördək balası 36-37 günə yumurtadan çıxır. Onun sizə məlumatını verim, əgər bilməyənlər varsa. Amma da artıq bunlar haqqında başqa bir şey göstərməyə məncə ehtiyac yoxdur. Çünki var kanalımda. Bilməyənlər daxil olub baxa bilər, necə saxlamaq lazımdır və yaxud ki, başqa məlumatları. Bu ördəklər də setkanın arasından keçdi, bu ördəklərimizdir. Hündüşkalara yesinlər deyə buğda qoyulub, onu yeyirlər. Bunları çıxardım şöyle, sakitlik olsun, sizə video çəkim. Hə, dostlar, sizə bu hündüşkamızdan bəhs eləyim. Deyirsiniz ki, Ayxan bastırmağı göstərərdim. Bastırmağı indi danışacağım necə hadisələr oldu. Çatdırıb çəkə bilmədim. İndi də əlimdə yumurtanı gətirib sizlərə görüntü olsun deyə bunun altına təzədən yığım deyə göstərmək istəmədim. Elə bastırmışam, burada göstərim. Bu biraz sürkək hündüşkamızdır. Yəni çox böyük problem yaradmır, amma belə yaxına gələndə durur. Deməli bunun altında 16 ədəd daimgiden gətirdim sesar yumurtası. Deməli onlarda ağ sesar var, ağ sesardır. Əslində mən zəng eləmişdim, 13 ədəd demişdilər ondan bir gün qabaq. O gün gedə bilmədim, sabahsı gedib anam bir gedəcəkdi, dedim gətirərsiniz. Düşündüm ki 13 ədəddir, qoy bir 5 ədədini də bu qonşumuzdan alım. Baxın bu işarələr var ha. 4 ədəd, biri hanı? Ha, burada da elə, hamısı burada da. 5 ədəd. Bunu buradan qonşumuzdan almışam. Atam bir oğlu girdi, həm də eyni həyətdəyik də. Onlara dedim ki bir varsa verin, dedilər 5 ədəddir. Dedim onda 13 ədəd daim gedən gələr, 5 ədəd də bunu qoyum. Sesar yumurtası bilirsiniz balaca olduğu üçün çox qoymaq olur da hündüşkanın altına özəlliyilə. Dedim az olmasın. İndi belə qoyduq bura, 5 ədəd qara sesardır, yəni o çilli sesardandır. Digərləri də ağ sesardandır, 16 ədəd daim gildən gəlib. İndi deyirsiniz ki bu hündüşkanın altında 3 ədəd hündüşka yumurtası nədir? Çox olmasın deyə qoymuşam onun altına. İndi 1-2 günə həm sesar yumurtalarına, həm hündüşka yumurtalarına baxacağım. Boş olanları ayıracağım. Altında hündüşkanın az olsun. Onsuz o alt dənə yumurtadan ötürü yatıb, yəni 1-2 günə çıxacaq. Elə o çıxana qədər də mən bunun dolu boş oranına baxacağım bu yumurtaların. Ona görə alt dənəsini qoymuşam onun altına. Deməli opşu bizdə oldu cəmi 7 dənə hündüşka yumurtası, deməli 16 dənə daimgildən gəlmişdi. 5 dənə də buradan, 21 dənə də sesar yumurtası oldu opşu. İndi baxmamışam, yəqin ki sınmayıb da bundan. Sesar yumurtası oldu. Bastırdıq. Xeyirli bərəkətli olsun bizə. Bunu da ayın tarixində sizlər üçün deyim. Bilməyənlər olar. 22'si bu hündüşka yumurtasını qoymuşam. Sesar yumurtalarında 23'ü akşam geldi. Elə 23 akşamda yığdım altına hündüşkanın. Yatıp bir problemi de yoktu. Biraz
gördüyünüz kimi, yəni bunlar kimi sakit hündüşka deyil. Yəni yanına gələndə belə durub eləyir, amma belə ümumi bala saxladırmışam da ona. Yəni pis də hündüşka deyil. Çıxarsa ümid edirəm ki, yaxşı bala saxlayacaq. Sadəcə burada mən sizlərdən də bir məsləhət almaq istəyirəm. Mənə demişdilər ki, sesarların, yəni bu sesar da deyim də sizə, bəzi yerlərdə səbzi deyirlər, bəzi yerlərdə fireng toyuğu deyirlər. Yəni rəsmi adı fireng toyuğudur da biz sesar deyirik, səbzi də deyən var. Onun yumurtasıdır. Deyənlər olur ki, onun ilk yumurtaları toxumsuz olur. Yəni üzə çıxmır. Bu daim gedən gələn yumurtalarda hamısı o sesarların ilk yumurtaları. Çünki sesarları təzə yumurtaya düşüb. Yəni səbziləri deyim ya da nə deyirsinizsə siz artıq. Təzə yumurtaya düşüb. İndi bilmirəm onlar dolu çıxacaq, boş çıxacaq. Ona görə səbirsizliklə gözləyirəm ki, bir 4 gün olsun. Ondan sonra baxın tam əmin olum ki, yəni içində bala var. İnşallah hamısı dolu çıxar. Çünki başqa artıq bu sesar yumurtası bastırmağı düşünmürəm. Elə indi nə çıxsa odur. Bir heç olmasa bir 10 dənə sesar balası çıxsa mənim üçün bəs eləyəcək. Çünki damazlıq da saxlamaq istəyirəm onlardan. Görək indi nə olacaq. Keçək. Burada da sizə nəyə göstəreyim. Bu da bizim buraxma cücələrimizdir. Bir dənəsi çıxıb hələ ki. Ayağını görürsünüz yəqin ki. Digərləri də baxın belə. Bax artıq bu çıxır. Bu tam olaraq çıxır. Çıxardım. Bunu sizin gözünüzün qabağında çıxardım elə. Aha, bu çıxdı artıq yumurtadan. Bu da buraxmadı. Ayağını dikin görürsünüz. Bu da çıxdı. İndi arxası da inşallah ki burada dindilər. Geri qalanı da çıxacaq. Bunun da altına 16 dənə deyəsən yumurta qoymuşdum. Səhv eləmirəmsə. Deməli neçə dənəsi qalıb? 3, 6, 9, 10, 11, 12 dənə. 12 dənə. Demək ki 4 dənəsini lax filan eləyib. Birini də dünən axşam götürdüm. Lax olunmuş. Götürdüm altından, attım bura. Hər nədir bəsimizdir. Bilirsiniz ki, bu il yetəri qədər buraxmamız var. Satacağımızı satmışıq. Satmayacağımızı yenə satacaq. Hələ bir toyuğu da bastırmışıq. Yəni yetəri qədər buraxmamız var. Mənim üçün əsas oradan buradan limon buraxmamın cücələrin çıxmağıdır. O da bir dənəsi artıq çıxıb. Bu limon buraxma olacaq inşallah. Mənə əsas lazımdır ki, limon buraxma cücələrimiz çıxsın. Bunlar da limon buraxmanın yumurtalarıdır. Bu 3 dənə limon buraxmanın yumurtası da hələ qalıb. İndi o inşallah onlar da limon buraxma olaraq çıxarlar. Belə görək bizim üçün xeyirli olsun. Görək nə olacaq axırı. İndi gedək sizlər üçün o dinləyən ördəyimizi də göstərim. Lal ördəyimizi də dinləyib onları da sizə göstərim. Başqa danışacaqlarım, deyəcəklərim də var. Sona qədər izləməyi unutmayın. Dostlar, bunlar da bizim yeni qaz balalarımızdır. Bunları sizə heç göstərməmişik. Bunları yeni almışıq. Artıq bugün 3-cü gündür aldığımız. Yəni İsrailin axşam çağı gəlib də. Bugün də ayın 27-si, səhv etmirəmsə, yoxsa 26-sı, 26-sı, üzr istəyirəm, 26-sıdır. 24-də axşam gəliblər. Təbii ki, o ilk gəldiyi anlarda sizə bir qısa video çəkmişəm, onu göstərəcəyəm. Bugün ayın 23-üdür. Bu yeni qaz balalarımızdır. 8 ədəddir. Təbii ki, indi başlıqda bunun 100% hekayəsini danışmışam, necə almışıq, neyləmişik. Sadəcə bunu çəkirəm ki, bugün zəif var içində bir dənə. Baxın, görürsünüz, biraz da əsən kimi eləyir, ayaqları filan qurudu. Düzdür, bunu atam öz rayonumuzdan alıb, seçib alıb, dediyim kimi, yəqin ki, 100% videonun başlığında danışmışam. Sadəcə bunu çəkirəm ki, bugün videonun ortasına filan bir yerə qoymağa, bu ilk gəldiyi ikililəri günü də görəsiz, vəziyyətlərin, durumların görəsiz deyə göstərirəm. Cəmi bir dənə o zəifdir, qalan hamısı yaxşıdır, sağlamdır. 8 ədəd qaz balası almışdı. Bunu öz rayonumuzdan almışdıq. Amma təəssüf olsun ki, biri gələndən zəif idi. Vitamin də verdim, qarın ağrı, oksitoskrin filan da verdim. Qalmadı, öldü. Bir gün yaşadı cəmi, öldü. Gələndə artıq çox zəifləmişdi, belə demək lazımdırsa. O öldü. Deməli 8 ədəd almışdıq, 7 ədədi qaldı. İnşallah qismət olarsa yaxında yenə bir sürpriz ola bilər qaz balaları ilə bağlı. Amma hələ ki belədir. Dediyim kimi 8 ədəd almışdıq, öldü. Mən əslində bu qara rəngdən sevmirəm. Bu Çin qazı. Kubanda deyirlər. Əslində bu Çin qazıdır. Bu rəng olanlarda deyim sizlərə. Bu Çin qazıdır, amma Kuban qaz da deyirlər belə insanlar. Ona görə sizə Kuban deyim, Çin deyim, başa düşün ki bunun cinsi nədir. Mən daha çox Linda sevirəm. Həm rəngindən də dolayı. Çünki qara qazı, ördəyi təmizləmək biraz çətin olur. Ona görə anam əsəbləşir. Ağ istəyir həmişə ağ olsun. Qazda, ördəkdə. Ona görə qara saxlamağı sevmirəm. Yəni bu da bizə xeyirli, bərəkətli olsun. Qabaqlarında başlanğıc broiler yemidir. Necə saxladığımı bilirsiniz zaten. Uzatmayacağım. Sadəcə sizlərə bilgi olsun deyə, xəbər olsun deyə qaz balalarımız da var. Dediyim kimi yaxında bir kiçik sürprizimiz var.
O da olsun, sizlərə qazlarla beraber bağlı ətraflı bir video çəkərəm yenidən. Amma hələ ki sadəcə bu qazların gəldiyini bilin, yetərli. Dediyim kimi 8 ədəd almışdıq, bir dənəsi öldü. Öz rayonumuzdan almışdıq, saat rayonundan bir ədədin 9 manata almışam bunların. Dediyim kimi yaxında bəlkə yenə almaq niyyətim var. Görək inşallah, alınsa əgər sizlərlə bərabər daha ətraflı qazlarla bağlı uzun çəkib paylaşaram. Bunlar maşallah olsun sapsağlamdır. Dediyim kimi qazlardan cəmi bircə dənəsi zəif idi, o da öldü. Üzr istəyirəm. Bircə dənəsi zəif idi, o da öldü. Geri qalanlar sağlamdı. Zaten bu qaz balaları elədi ki, bir 5-10 gün paplatdınız, inansız dostlar. Yəni qarnı ağrımasın, bir 5-10 gün şəkərli yem falan verin, özün tutsun. Ondan sonra yəni belə ota da bıraxsınız, yem də verməsiniz, yenə sağ qalacaqlar. Yəni biraz digər heyvanlara nisbətən, saxladığımız qanallara nisbətən daha möhkəm, daha davamlı heyvanlardılar. Bunların da vəziyyəti çox gözəldir. Maşallah olsun, xeyirli olsun. Bizlər üçün maşallah deməyi unutmayın. Bu da bizim 22 yumurta ilə yatan mazar ördəyimizdir. Artıq yumurtaları dim vurub, yəqin ki görünür videodan. Bunların demək olar hamısı dim vurub, hamısı demək olar ki, baxın hamısı dim vurub. Bu dim vurmayıb, amma əlimlə hiss edirəm, yumurtanın içində vurub. Bu da yumurtanın içində vurur. Baxın, bu dim vurub. Yəni çox hissəsi artıq dim vurub. 22 dənə balası olacaq inşallah. Bizdə hal-hazırda bunlardan 10 dənəsi balasından sifarişdir. 10 dənəsi çıxan kimi gedəcək. Yəni öncədən sifariş veriblər. Qonşum istəyib, daha doğrusu belə deyim. 10 dənəsi gedəcək. Amma əlimizdə lal ördək balası var. İstəyənlər ilk öncə onu deyim ki, mən Saatlı rayonunda yaşayıram. Saatlı rayonunda yaşayırsınızsa rahatlıqla gəlib götürə bilərsiniz. Bakıda yaşayırsınızsa 20 yanvara taksi ilə göndəriş eləyə bilərəm. Başqa heç bir rayona göndəriş eləyə bilərəm. Sadəcə Sabirabada göndəriş eləyə bilərəm. Bir də bəzi günlər İmişliyə göndəriş eləyə bilərəm. Yəni danışıb günü müəyyənləşdirib bəzi günlər İmişli rayona da göndəriş eləyə bilərəm. Bu dediyim, yəni Saatlı, İmişli, Sabirabad və Bakı. Başqa yerdən, yəni 20 yanvardan Bakının Sumqayıtıda yaşasınız və yaxud da ki, fərqi yoxdur. 20 yanvardan gəlib götürə biləsiniz haldasınızsa, sifariş eləyə bilərsiniz. Yəni əlimizdə olacaq lal ördək balası. Təbii ki, çox olmayacaq. Bir maksimum 10-15 dənə bu son çıxımdan olacaq. Hətta bir 10 dənə son çıxımdan olacaq. Amma biraz böyüklərdən, yəni bir həftəlik, 10 günlük balalarımız da var. Onlardan da istəyən olsa təbii ki, verə bilərik. Amma dediyim kimi Bakı, Saatlı, Sabirabad imişdi. Sadəcə buralardan başqa yerə göndəriş eləyə bilmirəm. Çox təəssüf ki. Dediyim kimi bunun da balaları çıxanda 10 dənəsi zaten sifarişli çıxan kimi gedəcək. O 9 dənə bala da təbii ki bunların içinə qarışıq olacaq. Bunların hamısı sağ-salamat çıxsa inşallah 31 dənə ördək olacaq. İndi əzib öldürmədən sağ-salamat çıxarda bilsə hamısın 31 ördək olacaq. Onun 10 dənəsi sifarişli, 21 dənəsi əlimizdə var. İstəyənlər olarsa biyografiyada nömrəm var. Oradan mənə yaza bilərlər. İndi bunları da çıxışın təbii ki sizlərə göstərərəm. Gedək hündüşka balalarımızı da göstərim sizə. Dostlar, bunlar da bizim hündüşka balalarımızdır. Bir dənəsi təəssüflər olsun ki öldü. Hündüşka balamızın bir dənəsi ölüb. Geri qalan 23 dənəsi sağdır. Qabaqlarında oksitetraskrinli su qoymuşam. Ölüm səbəbində desəz, dostlar, bu yəqin ki göbəyi açıq filan nəsə də bu problemli çıxıb, bu heç, bunu bilirəm. Amma hündüşkalarımızı da bir tık soyuğa vermişəm. İlk gün soyuğa verdim hündüşkalarımızı, onu da sizlərə deyim. Çünki burada bilirsiniz 2 dənə balaca işıq var idi, yəni ondan 2 dənə işıq var idi. O da buranı qızdırmağa yetmədi. Ekstra da həmin günü ekstra soyuq idi hava, həmin axşam. Düzdür, anası yanındaydı, amma mənə elə gəlir ki, hündüşkaları bir tık soyuğa vermişəm. Sonra gətirdim bu 300'lük lamıskanı da buraya yerləşdirdim. Burada 3 dənə lamıska elədim. Artıq yerləri yetəri qədər istidir. Qabaqlarında başlanğıc broiler yemi var. Plus gətirdim. Çünki gördüm soyuq olmuşdu. Sabahçı gördüm ki artıq birinin qarnı ağrıyır. Gətirdim tez şey də qoydum. Oksitetraskrinli su da qoydum qabağına. Bu illəri ümumiyyətlə dostlar
Çox yerdə hündüşka biraz problemli oldu. Ya yumurtamadı, ya çıxan balalar öldü, ya ümumiyyətlə bizim qonşumuzda biri hündüşkanı bastırıb, özü də hündüşkanın erkəyi bizim erkəkdir. Bizim erkəkdə də bilirsiniz ki, problem yoxdur. Bütün 6 yumurta hamısı laq. Yəni bir dənə də belə bala çıxmadı. Yəni bu il hündüşka biraz problemlidir. İndi inşallah da bunları böyüdüb ərsəyə gətirə bilərik. Dediyim kimi ilk gün bunları biraz soyuğa verdim. Hətta bəzilərində də görürəm ki, ayağında o mən körpə cücəni, hündüşkanı, qazı, ördəyi ayağından bilirəm. Əgər ayağı ətlidirsə 3-4 gündən sonra o sağlamdır, yaxşıdır. Amma ayağı nazikdirsə, ayağının dərisi qırışıbsa, bu artıq deməkdir ki, ya qarnı gedir, ya artıq o cücə zəifdir. Yəni bundan hiss edirəm. Orada da bəzi ayağı zəiflər görürəm buradan. Yəni cücəni ələ təbii ki, o balaca hündüşkanı ələ, cücəni ələ götürüb onun ağırlığından, ya sinəsi ətdiliyindən bilə bilmirsən ki, bu cücə sağlamdır, kökdür ya kök deyil. Amma ayağına baxanda arıqdır, kökdür, zəifdir deyil. Hamısını hiss edirsən, bilirsən. Belə indi uca gün ortada, işığın birini söndürəcəyəm. Ehtiyac yoxdur. Geri qalanlar hələ ki yanıqlı qalsın. Bunlar körpədir çünki. Burada biraz gündə bu günləri ya gah çıxır, gah batır. Havanı tutmaq olmur nədir. Bir dənəsi amma hündüşka balamızın öldü. Təəssüflər olsun ki, onu da sizlərə demək, bildirmək istədim. Təbii ki, indi növbəti günlərdə, bunun altını soruşanlar olur ki, nədir? 6 palazda, 16 samandır. Yəni burada görünməyəcək bir şey deyir ki, yəni bunu baxanda bilinir ki, bu palazdır da. Onu da soruşanlar olur ki, nədir? Özdə bir nəfər də soruşmur, 3-4 nəfər soruşmur. Yəni başa düşmürəm ki, görürsünüz ki, bu palazdır da. Bunda bilməyəcək, başa düşməyəcək nə var? Onu anlamadım. Belə dostlar, yəni hal-hazırdakı son vəziyyətləri hündüşkalarımızın da budur. Sağ olun, salamat qalın, abunə olub, like atmağı, yorum atmağı da unutmayın. Təşəkkür edirəm izlədiyiniz üçün.